Bismillahirrahmanirrahim. Bu günlərin həyatda bir baş verən hadisə ilə əlaqədar istəyirəm sizin diqqətinizə bəzi məsələləri çəkim. Əvvəla onu qeyd edeyim ki, Qurani-Kərimdə Allah Taala Ali İmran surəsinin 185-ci ayəsində buyurur ki: "Kullu nefsin zaiqatul maut ve innema tuvaffawna ucurakum yevmel kıyame. Femen zuhziha anin nar ve udkhilal cennete fekad faz ve mal hayatid dünya illa meta'il gurur." Buyurulur ki, hər bir kəs canlı, yəni hər bir məxluq ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir. Ondan cəhənnəmdən uzaqlaşdırılıb cənnətə daxil edilən kimsə muradına çatacaqdır. Dünya həyatı isə aldadıcı, həzzdən, əyləncədən başqa bir şey deyildir. Bu ayə bizlərə bəyan edir ki, yəni bütün məxluq və biz də bir gün dünyadan köçəcəyik. Və əvvəllər də qeyd etdiyimiz kimi imamlardan hədislərdə buyurulur ki, dünyada ölüm qədər insana yəqin olan bir şey yoxdur. Yəni, bəzi məsələlərdə insan şübhə eləyər. Misal üçün, belə deyək, qiyamətdə şübhə eləyərsən, ahirəti şübhə eləyərsən, dünyanın yaradılışında olan bəzi şeyləri şübhə ilə yanaşarsan, amma dünyada elə bir insan yoxdur ki, istər kafir olsun, istər mömin olsun, müşrik olsun, fərq eləməz. O, ölümə yəqinliyi olmasın. Yəni, 100% hamı inanır ki, bir gün dünyadan köçəcəkdir. Bunu bilirik. İndi mən TikTokda bir şəkil paylaşdım. O şəkildə insanın öldükdən sonra 70 gün ərzində bədəni hansı hala düşür, onu belə deyək göstərmişəm. İndi ola bilsin ki, müəyyən qədər bir gün, 5 gün hər nəsə aşağı yuxarı ola bilər və şəhidlər və peyğəmbərlər də bu şeylərdən istisnadılar. Yəni, götürsək orta bir məsələdir. Məsəl üçün, şəkil 4 cürə şəkil verilibdir. Həmin şəkildə insan ölü halında uzanıbdır və yazılıbdır ki, birinci gün insan öldükdən sonra görürsən ki, çürümə başlayır, qoxu iyi başlayır və həmin uzanmış ölmüşün altından yazılıb ki, məsələn, birinci gün çürümə və qoxu o insanda baş verər. İkinci gündə ki, üstündən 3 gün keçər, yavaş-yavaş böcəklər əmələ gələr filan. Üçüncü şəkildə yazılıb, məsələn, 17 gündən sonra qaşları, saçı, dırnağı tökülər və yavaş-yavaş insan bədənindən iyi itib gedər və 70-ci gün görürsən ki, ət tamamən tökülür və skelet şəkildə qoyulub orada. Bu elə verildiyi halda orada müəyyən insan baxışlarının demək olar ki, sizə məlumatını verir. Məsələn, 3 gün müddətində 184 min baxış olubdur. Bilirsiniz ki, TikTok bunun hətta qadınlar tərəfindən, nə qədər kişilər tərəfindən, nə qədər baxıldığını da qeyd edir. Həmçinin yaşları da qeyd edir ki, məsələn, filan yaşdan filan yaşa qədər olan insanlar baxıb buna neçə faiz. İndi mən sizə həmin məlumatı verim, görün nə qədər bir qəribə bir fakt üzə çıxıbdır. Məsəl üçün, kişilər 60% baxıblar həmin bu çəkilişə. Qadınlar 40% baxıblar. Ən maraqlı olan hissəsi isə budur. 18 yaşdan 24 yaşa qədər olan gənclər 11% baxıblar. 25 yaşdan 34 yaşa qədər olan insanlar 31% baxıblar. 35 yaşdan 44 yaşa qədər olan həmçinin 31% baxıbdır. 45 yaşdan 54 yaşa qədər insanlar 15% baxıb, yəni azalıb. İndi ən qəribəsi budur. 55 yaşdan yuxarı 12% baxıbdır. Siz bilən bu nə deməkdir? Amma mən öz düşüncəmlə sizlərə bir məsələni elə istəyirəm aydınlaşdıram. Baxırsan ki, 18 yaşdan 24 yaşa qədər insanlar bir o qədər başa düşmürlər. Elə 11% baxıblar. İndi 25 yaşdan təxminən 44 yaşa qədər insanlar, gənc də var onun içində filan, 31% baxıblar. Yəni, onlar həmin şəkildə baxmaqla bir o qədər qorxmayıblar,
təsirlənməyiblər. Belə adi bir şəkil kimi baxıblar. Çünki onlar heç ölümü də düşünməzlər həmin yaşıyla. Biz də gənc olmuşuq. Heç o vaxtı insanın ağlına filan kəs öldü, mən də öləcəm. Belə şeylər heç gəlməzdi. Eşitsək də biz maraqlı da deyildi. Çünki biz hələm ölümü nə hiss eləmirdik, nə hələm yaşayacam mən 100 yaş filan. Bu düşüncələrlə bizim üçün onların heç bir əhəmiyyəti yox idi. İndi baxın, indi yaş böyüdükcə insan 45-54 yaş arasında 15% baxıb. Yəni artıq 45-54 yaşında insanlar ölümü hiss etməyə başlayırlar, dərk etməyə başlayırlar, amma istəmirlər ölümü eşidələr. Ona görə 15%-i təxminən baxıb, az adam baxıb, yəni o skeleti görüb, insanın çürüməsini görüb, tez oradan ötüb keçibdir. Yəni baxmayıb, o şəkildə baxmayıblar. Amma baxın, ən az baxan 55 yaşdan yuxarı 12% insan baxıbdır. Buradan mən belə bir nəticə çıxarıram ki, yaşlı insanlar o şəkilləri görməyə heç halları yoxdur. Heç istəmirlər ki, o şəkilə düşəcəklərini bir an düşünsünlər. Məsəl üçün, yaşlıların yanında ölümdən danışanda əksəriyyət deyirsən Allah ölümdən danışma ginan. Qorxurlar ölməkdən. Ölüm şəkli görəndə, skelet şəkli görəndə, ölümün üstündə belə deyək ki, orada şəkildə var ki, ölmüş insanın üstündə böcəklər hərəkət edir, sonra ət çürüyür. 55 yaşında olan insanlar bu şeylərdən daha çox qorxurlar. Qorxduqları üçün də o şəkilə ümumiyyətlə baxmayıblar. Görürsünüzmü ölümdən daha çox kim qorxur? Cavanlar əhəmiyyət vermirlər. Əlbəttə istisna halları var. Qocaların əksəriyyəti istisnaini 1-5 hər nə qədər olmaqla əksəriyyəti ölümdən qorxurlar. Ölmüş insan haqqında danışmaqdan hətta qorxurlar. Skeletdən, insanın bədəninin çürüməyindən də qorxurlar. Niyə? Bu qorxu yalnız o insanlarda ola bilər ki, onların əllərində elə bir, necə deyərlər, savab işi yoxdur. Onlar axirətə inanmırlar. Ora əbədi dünyanın Allah yanında olan axirət aləmini dərk edə bilmirlər. Onlar başa düşmürlər ki, insanın ölümü əbədi deyil. İnsan fəqət dünyasını dəyişir. İmam Zeynəl Abidin əleyhissalam buyurur ki, köhnə paltarı əynindən çıxarıb təzə paltarı geymək sənin üçün nə dərəcədə şənlik yaradar, qorxu yaradar. Əlbəttə insan şən olar. Sevinər ki, bir köhnə paltarı çıxarıb təzə bir paltar əyninə libas geyinir. Demək, insan əgər axirətə inanırsa, Allahın əzəmətinə inanırsa, behiştə, cənnətə, cəhənnəmə inanırsa, Allahın ədalət olan bir dünyasına inanırsa, nəyə görə ölümdən qorxmalıdır? Və belə bir söz də var ki, ölüm mömin üçün bir ilahi nemətdir. Əgər insan öləndən sonra öz Allahına tərəf qayıdırsa, insan dünyasını dəyişəndən sonra Peyğəmbərə tərəf qayıdırsa, Əhl-i Beytinə tərəf qayıdırsa, şəhidlərə tərəf qayıdırsa, Allahın ədalət dünyasına tərəf qayıdırsa, bir əzəmətli, bir ilahi varlığa tərəf qayıdırsa, nəyə görə ölümdən qorxmalıdır? Əksinə dünyadadır zillət, əksinə dünyadadır ədalətsizlik, insafsızlıq, haqsızlıq və hamısı da müvəqqətidir. Əbədi yalnız Allah axirət aləmidir. Necə ki, Qur'an-ı Kərim buyurur, Kullu nəfsin daiqətül maut, thumma ileynə turca'un, inna lillah və inna ileyhi raci'un da Qur'anın ayələrindəndir ki, yəni hər bir nəfis ölümü dadacaq və sonra mütləq bizim tərəfə qayıdacaqdır. Biz Allah tərəfdən gəlmişik və Allah tərəfə qayıdacağıq. Mən bu maraqlı bir məlumatı sizə istədiyim çatdıram, bölüşəm və ölüm üçün hazır olmaq lazımdır, tez çalışıb tövbə etmək lazımdır və Allahın gözəl, itaətkar bəndələrindən olmaq lazımdır. Allah bizlərə tövbəni tezliklə nəsib eləsin inşallah.